Assalamu aleykum əziz dostlar. Deməli, üzü yuxarı qalxırsan Xan Sarayına, Xan Sarayına qalxanın yolun solunda Karvansaray. Bunu herhalde internetlərdə görmüş olarsınız. Ətrafı tanış ediyorlar inşallah. Karvansaray. Böyle bir tane qəşəng sərin yerə daxil olub dostlar. Baxın. Bir tane hündürlüğünü çekiyorum binanın hündürlüğünü. Maşallah. Qəşəng belə hovuzu, bunları belə bir gözəl baxılırsa. Çox gözəl, səfalı, sərin yer. Şəklimizə gəlirsən, şəklini karvansaları görməyəsən. Və dostlar, baxmanı icazə verin. Bizim köhnə nənələrin əşyaları və karvansarayda ox götürüb. Görün dostlar, nə gözəldir həqiqi. Bizim tarixi yerlərimizdən, Şəkinin tarixi yerlərindən bir yeridir bura. Baxın nə gözəl dostlar. Həyətdə hovuzu var, yerlər. Adın balkonları var. Hamının balkonları var, hərəsi ayrı-ayrı. Buradan gəlir dostlar. Azərbaycanımızın o qədər gəzməli, görməli yerləri var. Gecə gündüz gəlsən tutarmaz. Baxın, iki ağac, bax, bir də ağaclar ki, buradan yuxarı belə baxmaq üçün yer, nə gözəldir. Burada dostlar çay. Hello. Bu da çay evi. İnşallah burada çay içeceğiz inşallah. Gəlsən belə, restoran. Gel yuxarını götür, operatör zəhmət olmasa yuxarını da çək. Və keçirib bura qəşəng restoranı var. Belə bir dənə sərin qaranlıq burada. Bağıramaz mısınız? Dostlar, baxın necə düşünülmüş yerdir, sərin, gözəl yer. Düzəltəndən Allah razı olsun. Həqiqi çox gözəl yerdir dostlar. Adamın ruhu dincəlir, sərin, rahat, təmiz. Ətrafı belə qala daşları ilə hörülüb, hündür çay daşı ilə, hündür divarları var. Superdir, həqiqi, çox gözəl. Yəni, həqiqi şəklimiz gözəldir dostlar. Bizim Azərbaycanımızın o qədər gəzməli, görməli yerləri var dostlar. Biz gecə gündüz gəlsək qutara bilmərik, vallahi. Heç bizə xarici getməyə ehtiyac yox. Həqiqi çox gözəl. Bir dənə biləsini götür. Hələ. Yəni, oxu.